Məhəmməd doğru mu deyirəm, yoxsa? Müəllimə səsiniz gəlmədi. İndi gəlir səsiniz. Eşidirsiniz məni? Hə. Eşidirəm müəllimə indi sizi. Aha. Müəllimə, bu informasiya öyrədici mühit var bir də. Öyrədici mühitdə də müəllimə. Deməli, həyat əlaqəsi başa düşülsün, həm də tədris sosial xarakterli problemlərin müstəqil həlinə cəlb olunmasıdır burada. Öyrədici mühit də bir də müəllimə. Təkcə tərbiyəçinin bağçada öyrətdiyi deyil. Burada valideynin də öyrətdiyi önəmlidir. O öyrədici mühit deyil, o sosial mühitdir. Öyrədici mühitin komponentindən biri olan sosial mühitdir. Əşyəvi dediniz, formasiyanı dediniz. O üçüncü dediyiniz sosial mühitdir. Bəli, sosial mühitə aiddir. Ümumi təlim nəticəsində uşağa kömək, dəstək olmalıdırmı? Ümumi təlim nəticələri yox, sırf uşağın özünün fəaliyyəti olmalı. Burada müəllim fəaliyyəti olmalı. Bəli, uşaq tək başına özü icra etməlidir. Bu ümumi təlim nəticəsidir. Aha, bəli. Yaxşı, bəs deməli, tədris dil nə zaman başqa dillə oluna bilər? Əgər sırf Azərbaycan dilini uşağa tam mənimsətdikdən sonra başqa dillərdə də tədris aparıla bilər. Aha. Vay, sağ olun. Başqa dillərdə olmalı bilər. Hansı prinsiplər əsasında idarə olunurdu məktəbə qədər təhsil müəssisələri? Necə müəllimə, sualınızı zəhmət olmasa? Hansı prinsiplər əsasında idarə olunurdu məktəbə qədər təhsil müəssisələri? Prinsiplər... Aha, aşkarlıq. Aşkarlıq, demokratiya, bir də şəffaflıq. Şəffaflıq, ay sağ ol. Aşkarlıq, şəffaflıq, demokratiklik. Prinsiplər əsasında idarə olunurdu. Bəli. İlk öncə prioritetdən kimlər keçməlidir? Müəllimə, ilk öncə prioritetdən şəhid ailələri, veteran qazi ailələri, çox uşaqlı ailələr, valideynləri çalışan ailələrin övladları, xəstə valideynlərin övladları, xəstə sözünü demirik, 2 dəqiqə. Xəstə sözünü demirik, sağlamlıq imkanları məhdud olan ailənin övladları. Aha, təhlizləşdirək, əlavə səs gəlir mənə, səssizləşdirək. Aha, yaxşı, bəs deməli, inklüzivlik də özü eyni zamanda nə oldu? İnklüzivlik, uşaqların birlikdə təhsil alması, müəllimə. Ay, sağ ol, sağlam uşaqlarla sağlamlıq imkanları məhdud olan uşaqların birlikdə təhsil alması. Bəli, inklüziv təhsil adlandırılır. Aha, yaxşı, bəs deməli, defektoloq və logoped, onların vəzifələri nə oldu? Müəllimə, defektoloq, deməli, əqli qüsurlu uşaqlarla məşğul olan, ali təhsilli, uşaqları korreksiya edən şəxsdir. Sağ ol, bəli. Məşğul olan da deyə bilərsiniz, bəli. Məşğul olandır, aha. Sonra logopedlər isə? Logopedlər isə dil qüsurlu uşaqlarla məşğul olan şəxsdir. Sağ ol, nitq qüsurlu uşaqların korreksiyasında məşğul olanlar isə? Ay, sağ ol, doğrudur. Aha. Yaxşı, bəs deməli, hansı səriştədə uşaq mənfini, müsbəti tapa bilir? Yaxşı nədir, pis nədir, bunu bilir? Hansı səriştədir o? Səriştələrdə. Yaxşını, pisini tapa bilir? Yaxşı nədir, pis nədir bilir? Mənfi nədir, müsbət nədir bilir? Hansı səriştə idi o? Müəllimə, bu tənqidi təfəkkürə aiddir. Ay, sağ ol, tənqidi təfəkkürə. Bildiyi və yeni informasiya arasında eyniliyi, fərqi uşaq müəyyənləşdirir. Bəli, oxşar fərqli cəhətləri tapa bilir. Bu tənqidi təfəkkürə aiddir. Bəs kompüter, planşet, telefon, bunları bilirsə? Aha, bu informasiya yox, diqqətli olun. İnformasiya yox, hansıydı o? İnformasiya yox, hansıydı o? Kompüteri, planşeti, telefonu bilməsi. Rəqəmsal, müəllimə, bu rəqəmsal savadlılıqdır. İKT bacarıqları. Bəli, İKT bacarıqlarıdır. Aha. Yaxşı, bəs deməli,
bir dənə mənə yaşadığı bölgə haqqında, rayon haqqında məlumatınız deyirəmsə, hansı səriştəyə aiddir, onu da deyim. Yaşadığı fəal vətəndaş mövqeyidir müəllimə. Fəal vətəndaş mövqeyi, bəli. Təşəkkürlər Samirə müəllimə. Sağ olun müəllimə, Allah razı olsun. Sağ olun. Siz də sağ olun. Sağ olun. Davam edək. Zahirə müəllimə. İndi mənə yazan müəllimə. Səsi açın, zəhmət olmasa. Salam müəllimə. Zübeydə müəllimədir. Hə, Zübeydə müəllimə özünə səbəb. Aha, Zübeydə müəllimə, siz bizə deyin deməli, inkişaf sahələrinin tərifini necə verə bilərik? Nə idi inkişaf sahələri? İnkişaf sahələri müəllimə. Hazırlasın Müsalə müəllimə. Aha, ümumi təlim nəticələrinin reallaşdırılmasını müəyyənləşdirən Bəli. Ümumiyyətcə, nədir inkişaf sahəsi deyəndə deyəcəyik ki, inkişaf sahələri ümumi təlim nəticələrinin reallaşdırılması məqsədi daşıyır. Neçə inkişaf sahəmiz var? 4 dənə inkişaf sahəmiz var. Fiziki sağlamlıq, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki inkişaf, estetik və yaradıcı inkişaf, sosial və emosiyon inkişaf. Ay, sağ olun. 4-cü inkişaf sahəmizin bacarıqları hansılardır? Sosial emosiyon inkişaf bacarıqları. Bəli, sosial, 4.1 emosional inkişaf. 4.1 ünsiyyət bacarıqlarını nümayiş etdirdi, formalaşır. 4.2 sosial həyatla bağlı bacarıqlarını nümayiş etdirir. 4.3 böyüklərə hörmət, dözüm, kötəllik nümayiş etdirir. Kiçiklərə güzəştə getmək, bəli. Aha, bəs yaxşı, qaçır, tullanır, sürünür, deyirəmsə, bu hansı standartla müəyyən olunur? 1.1 Ay, sağ ol. fiziki hərəkətləri yerinə yetirir. Fiziki hərəkətləri yerinə yetirir, bəli. Bəs sujetli rollu oyunlar əsasında hər hansı bir nağılı təqlid edirsin, bu hansı standartdır? Mən 3.1 sadə bədii bacarıqları yerinə yetirir, nümayiş etdirir, bəli. Aha, yaxşı, bəs 3 nə oldu? 3 müəllim yoxdur. Bəli, belə bir bacarığımız yoxdur. Aha, bəli. Yaxşı, bəs deməli, inklüzivlik nə oldu dedik? İnklüzivlik İnklüziv təhsil müəllim. Uşaqların sağlamlıq potensialından, maddi imkanlarından asılı olmayaraq uşaqların bir yerdə təhsil almasıdır. Ay, sağ ol. Bütün uşaqların birlikdə təhsil almasıdır. Nəticə yönümlü müəllim necə müəllimdir? Nəticə yönümlü müəllim planlı